Mən o reklamın altında Taleh bəyi, onun xanımını və 12 yaşlı qızını təhqir edən bəzi silikonlaşmış bədən sahiblərinə sözümü çatdırmaq istəyirəm. Ay silikonlaşmış bədənlilər, Allah verən dodağı aparıb niyə silikonlayıb, niyə ördəş dimdiyini oxşatmışsınız? Niyə oxşadırsınız? Bilmirik. O şişirdilmiş ehtiraslı dodaqlara baxıb, üzr istəyirəm, oral seks və minir şəhvət növlərini fikirləşən kişiləri qınaq edirsiniz. Siz edirsiniz də. Allah normal arxa dal verib. Aparıb ora silikonlu şar soxub, sual işarəsinə niyə oxşadırsınız ki? O arxa, o dal, üzr istəyirəm, anus dəliyi vasitəsilə tualetdə təbii ehtiyacı, yəni nəcis ifraz etmə funksiyasını daşıyır. Əgər böyüdürsünüzsə, silikonlaşdırırsınızsa, deməli kişiləri etirazlandırıb, üzr istəyirəm, anal seksə təhrik edirsiniz də. Döşləri silikonlayıb şişirtmək nə anlamı verir, deyilmi? Kişiləri yoldan çıxartmaq, pul qazanmaq, həci tapmaq, alimentlərə gedən yolu genişləndirmək, ailə dağıtmaq. Hər şey edin, özünüz bilərsiniz. Amma adamı tənqid və təhqir etmək sizin haqqınız deyil. Təbiilik sevmirsinizsə, niyə mağazalarda broiler yox, təbii kənd yumurtası axtarırsınız? Broiler toyuqdan çox niyə restoranlarda kənd çolpası sifariş verirsiniz? Millə süd məhsullarını yox, niyə kənddən təbii inək südü gətizdirirsiniz, əgər təbiiliyə irad bildirirsinizsə? Çünki belələrinin, mən hamını nəzərdə tutmuram, o silikon bədən sahiblərinə, Taleh bəyi təhqir edənləri deyirəm. Belələrinin beyni başında yox, köhnə Zaporojets avtomobilləri kimi arxasındadır, dalındadır. Adama əhsən deyib alqışlamaq əvəzinə tənqid edirsiniz. Şəxsən mən deyirəm, halal olsun Taleh Yüzbəyov.